Salam, hər vaxtınız xeyir olsun qızlar. Necəsiz? Nə var, nə yox? Neyiniz? İşiniz, gücünüz, əhvalınız? Şükür Allah, biz də yaxşıyıq. Həmişə yaxşı olasınız. Günortanın yeməyini bişirirəm. Bu günləri bulgur eləyəcəm. Keçən dəfə eləmişdim, çox evdəkilər hamı bəyənmişdi. İndi də yenə eləyəcəm bulgur. Bir də toyuq bozartması eləyəcəm. İndi döş ətini ayırmışam toyuqdan. İndi bunları qub-qub doğrayım. İndi hamısını bircə-bircə, hamısını göstərəcəm necə hazırlayacağam. Qabları da yumuşam. Toyuq orada var. Bunu çıxartdım. Şkafın içindən çıxartdım. Əlim ağrıdı yoğurmaqdan. Xəmiri qoymuşam burada belə yoğurub gözləyirəm ki, biraz gəlsin. Sonra bir dəfə də yoğuracam. İşə başlamamışdan qabaq bunları yer eləyəcəm. Bir dənə qazılır bu aşın qazanını yumağa. И все. Elə bir şeyim də yoxdur. Başlayaq. Bismillah deyək, başlayaq günümüzə. Yerini görsünüz, biraz dəyişmişəm. Bu tərəfdə idi. Gətirdim, qoydum bu yana. Bunu qoydum bu tərəfə. Sonra bura xəmiri yoğuram. Buradaydı da. Ət çəkəni qoydum. Blenderi zadı hamısını qoydum. Belən içində qəşəng yer tutmasın. Все. Başlayaq işimizə. Toyuğu indi kub-kub doğrayacağım. Biraz ağza gəlsin də, dişə gəlsin. Ayda kök yoxdur axı. Kök lazımdır buna. Kızlar, deməli baxın, soğan qovruldu. İndi toyuğu əlavə edirəm bunun içərisinə. Əslində bunun içərisinə mən kök əlavə eləmişdim keçən səfər. Çox ləzzətli çıxmışdı da. İndi kök yoxdur. İndi bunu qovuracağım. Biraz qovrulsun. Sonra qırmızı pul biber, paprika, stewart, pomidor hamısını əlavə eləyəcəm. Biber tökməyəcəm, bibersiz. Daha sonradakı axırda bulguru əlavə eləyəcəm və üstünü örtəcək qədər su tökəcəm.
Kızlar, yeməklərim hazırdır. Baxın, bu bulgurdur. Burada bozartmadır. Artıq pişib. Qabları da yumuşam, yığmışam hamısını. Çörəyi də qoymuşam duxovkaya. Səsə fikir verməyin. Liftlərimizi dəyişirlər, ona görə orada işləyirlər. İndi bunları yer bir eləyəcəm. Bilməm, çıxmaq istəyirəm. İndi görüm, çıxa bilsəm bir yerdə gedərik. Polu sildik kızlar. İndi qaldı. Stolun arxasını plisosluyorum. Sonra buranı plisosluyorum. Kızlar, elə bil ki, polu sildim, quşlarını da təmizlədim, şkafı üstün zadını sildim, sonra quşları gül kimi elədim. Kızlar, quşların qəfəsini təmizlədim, polları sildim, plisostladım, mebellərin üstünə hələ əl dəyməmişəm.
İndi onu da əldə eləyəcəm. Günü də silmişəm. Bunları çıxartdım, yastıq üzləri. İndi bunları da aparım, atım yumağa. Bir də süfrəni də çıxartdım. Onun üstünə yeməyi tökülüb bayaqlar gördüm. Onu bir dənə xlorlayaq, biraz qalsın. Sonra da şey eləyim, atım yumağa. Bax, nə istəyirsiniz? Quşların bax aşağı belən içinə kağız qoyuram. Kağız qoyanda daha yaxşı olur. Təmizləməyə daha rahat olur. Hə. Təmizləmək daha rahat olur. Bir dənə qaldı. Gülləri də yuyacağam. Mebellərin üstünü birazdan. Bəlkə gedərik, gələrik. Ondan sonra mı eləyərik? Gedib baxım, görüm meyvə alıram. Görüm, çəkə bilsəm çəkəcəm. Çəkə bilməsəm çəkməyəcəm. Birinci maşına atım bunları. Ondan sonra bir dənə qalır buram mebelin üstünü silməyə. Elbəki lustralı silmişdim. Novqoddan qabaq. Novqoda hardasa bir 5 gün qalmış. Lustralar bütün evinə hamısını silmişəm. Təmizdir. Yenə də lustra dəyməyəcəm. Mebellərin üstünü silərəm. Bir də mebelləri silərəm. Güzgüləri silməyəcəm. Onları sonra. Belə bunları yığışdırım. Gedək bunları ataq maşına. Deyirəm onu tək atım maşına. Süfrəni ayrı qoşaram. Barmağım da üstünüzə sağlıq. Bu 3-cü barmaq nəsə incidir, həm də şişib. Heç nə eləyə bilməm. Ancaq bu 4 barmaqla neynirəmsə belə. Gəlim, görüm su gəlir. Qızlar, su da gəlmir maşına qoşmağa. Bax, bunun üstündə ləkələr var idi. İndi bunu xlorlu tapdım. Xlorlu sudur. Tam xloru vursam rəngi gedəcək. Əgər xlorlu sudursa rəngini aparmır. Ləkəni özünü götürür. Düzdür, xlorun iğni dözə bilmirəm. Sevmirəm xlorun iyisini. Amma neynəmək olar? İki yerdə idi. Elə də çox yerdə yox idi. Qoy belə qalsın. Bunu hara qoyum ki? Qoy burada belə asılı vəziyyətdə qalsın. Bunlar da ki sirkələrdir. Qoyaram balkona, biraz sərində qalsın. Biraz da tünləşsin, qəşəng olsun. Ana nə deyirlər ona? Ana süd. Ana sirkə. Bayaqdan onu yadıma saldım. Ana sirkəsi də var. Bunda da var, bunda da var. Bunda nəsə görmürəm. Çox balacadır, nazikdir. Bunun dibinə çöküb. Busa yuxarıdadır. Deyək, yavaş-yavaş çöktü aşağı. Qızlar, bayaqları getdim. Elə düzə içinə çəkmədim. Elə getdim, meyvə aldım. Mandarin götürdüm 1.20-dən. Alma götürdüm 60 qəpik. Apelsin 1.80-dən götürdüm. Budur, yumurtadır, aldım. Su gəldi, şükür. Maşını bir dənə qoşaq, yastıqların üzünü. Onu qoşum. Ondan sonra bir dənə mən yeməyimi yiyeyim. Qabları yuyum. 61 dəqiqə. Qabları yuyum. Ondan sonra bax, qablarıma baxın, yığılıb. Bunları yuyum. Yeməyimi yiyeyim. Ondan sonra baxım görüm, bəlkə piroq elədim. Bəlkə qatıq var orada. Bəlkə piroq elədim. Şeydəki, qonaq otağındakı bir dənə qalır mebellərin üstünü silməyə. Onu da silərəm. O pişiyləyərik də. Bütün otaqları mebellərin üstünü silərəm. Prosta bu günləri bütün otaqların pollarını sildim mən onları. Pollarını hər yeri sildim. Bir dənə qaldı mebellərin üstünə. Onu da yavaş-yavaş eləyərik, təmizləyib qutararıq. Bir yerdə eləyək. Bir yerdə eləyəndə daha maraqlı olur. Sizin üçün də, mənim üçün də.
Özüm üçün qızlar mərcini qızdırıram. Getdim, gəldim, yoruldum. Mərcini yeyim. Sonra da qalan işlərini görərəm. Bir yerdə eləyərik. Bax qızlar, nə eləyirəmsə bir yerdə eləyirəm. Yəni heç nə evi yığışdırım, sonra çəkiliş eləyim, yox. Nə var, bax odur. Necə var, elə də çəkiliş eləyirəm. Sizlə də paylaşıram. Qoy qızsın, qəşəng yeməyimi yeyim. Bu dəfə 2 dənə sarımsaq əlavə elədim mərcin içərisinə. 2 dənə sarımsaq həddindən artıq çoxdur. 1 dənə sarımsaq eləsəz daha yaxşıdır. Peşman oldum 2 dənə sarımsaq vurduğuma. Heç iskimədi.
vəziyyətdədir piroqumuz. Ay varmam, götürə bilmirəm. Bircə dəqiqə qızlar. Piroqum hazırdır da, demək olar ki hazırdır. Belə istəyirəm qızlar, mən tez videonu söndürüm, tez paylaşım ki, bu günlər siz videonu izləyə biləsiniz. Öpürəm sizi, gecəniz xeyrə qalsın, like'larınızı əsirgəməyin, çoxlu like'lar verin ki, videolarım keşfətə düşsün. Bəyənirsinizsə əgər. Öpürəm sizi qızlar, özünüzə yaxşı baxın. Sağ olun, hələlik.